Herkese salam dostlar. Bugünlerim size Kral Jumbo Dozle modeli ilə tanış eləmək istəyirəm. Dostlar, belə gözəl çantada gəlir. Kral Jumbo təkərli bavul kimi çantada gəlir. Kutusunu açırıq. İçərisində çox funksiyonal, qundağı yaxınlaşıb uzaqlaşan, yanaqlıq ayarı olan, qundağı qatlanan, gördüyünüz kimi qundağı qatlanan perdəxan teli bu hissədə. Bu isə gücün ayarlamaq üçündür, azaldıb artırmaq üçün. 14 dənə tutum olan maqazinli, binokullu, alt hissəsində 22 mm-lik, üst hissəsində 22 mm-lik Picatinny reisi olan və özəlliyi nədir bunun? Dostlar, 2 ədəd balonu var. Bunun balonun internetdə araşdırdım, heç bir videoda göstərməyiblər. Balonun göstərirlər dostlar. Adı babudur var. Kral Jumbo Dozle. 250 bar maksimaldır. Çalışır. Deməli dostlar, necə eləyirsən bunu? Bu haqda heç bir məlumat yoxdur, internetdə araşdırdım. Balonu bağladın üstünə, nasosla doldurdun maksimum və balonu asan şəkildə burursan açılır. Açdın balonu, boş balonu bağladın üstüne, onu da doldurdun zapas kimi. Biri oldu zapas balon. Açdığınız zaman ağzında klapanı var, balon buraxmır. Dolu şəkildə qalır. 60 sm lülə uzunluğu var və dolu balonu zapas kimi istifadə edə bilirsiniz. Boşaldı, açdın, dolusunu taxtın üstünə, yenidən istifadə elədin. Zatvor mexanizması var. Çəksən, hər dəfəsində çəkdin, zaraşt elədin, atdın. Tetiyi burada. Dediğim kimi bu regulatorudur, gücün azaldıb artırmaq üçün. Belə gözəl bir modeldir. Çox tezlikdə bunun test videosu çəkəcəm sizlər üçün. Dostlar, çox tez müddətdə bunun test videolarını çəkəcəm. Bunun içərisində yağı, salnikləri, haçarı var. Balonu açıb bağlamaq üçün açardır. Silahımız bu şəkildədir, gördüyünüz kimi. Belə çevirim silahı. Qundağı da çox asanlıqla bu şəkildə qatlanır. Gördüyünüz kimi oldu qundaqsız model. Və knopkasını basırsınız. Buradan knopkasını basırsınız. Geriyə açırsınız. Yenə olur normal silah. Çox güclü modeldir. 300 bardır maksimalı. 300 bardır. 250 bar icazə verilənidir gördüyünüz kimi. İndi hal-hazırda 200 bar içində çox güclü bir silahdır. Test videosunu çəkəcəm. İzləmədə qalın. Qamuoyuna bunu güləşdirəcəm dostlar. Sağ olun, kanalımıza abunə olub videoları